İzləyiciləri, bugün yenə də sizlərlə blok sualı ilə qarşınızdayım. Deməli, sualımızda belə bir loqaritmik funksiyanın təyin oblastını istəyir bizdən. Aydın məsələdir ki, uşaqlar, loqaritmik funksiyada 25 minus x kvadratı hər zaman sıfırdan böyük olmalıdır. Bunun vuruqları nədir? 5 minus x, 5 plus x. Bu da sıfırdan böyük olmalıdır. Plus, burada da bir loqaritma var. Bunun da sıfırdan böyük olma şərti var və təbii ki, bunların ikisinin kəsişməsidir bizim cavabımız. Bunun kəsişməsini tapmaq üçün birinci əvvəlcə bu intervalı həll edək. Mənfi 5, 5 sıfırlarıdır. Baş əmsalı mənfidir. Deməli, burada nə olacaq? Mənfi, müsbət, mənfi. Burada həllər çıxır mənfi 5, 5. Bəs bu nədir? X kiçikdir 5-dən. Deməli, 5-dən kiçik ədədlərlə mənfi 5, 5 arasında olan ədədlərin kəsişməsi də şəkildən görünür. Mənfi 5, 5 arasıdır. Sualın doğru cavabı hansı variantdır? B variantı.